Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Təranə Qumral vəsiyyətini açıqlayıb. O bu haqda Günə Uğurla verilişində danışıb. Sənətçi bildirib ki, övladlarına vəsiyyətində onun üçün yas mərasimi təşkil olunmamasını tapşırıb. Mən hər zaman övladlarıma demişəm, efirdən də deyirəm. Mən öləndən sonra təmtəraqlı yaslar, cümə axşamları təşkil olunmasın. Aparıb bastırsınlar, bununla da bitsin. Məzar daşımda sinə daşı deyilən daşın belə olmasını istəmirəm. Bunun nə zaman olacağını təkcə Allah bilir. Nə zaman olarsa bu sözlərimi xatırlayarsınız. Mən çox yas mərasimlərində iştirak edirəm. Ölünün dalınca orada baş verənləri görürəm. Ən yaxşısı odur ki, rəhmətə gedəni bastırasan, gedib evində oturasan. Dərd sənin özünün dərdidir. Təki mən o dünyaya övladlarımın çiynində gedim.